Bu dərsimizdə sizinlə cədvəlin xətlərinin formatı qaydaları ilə tanış olacağıq. Ümumiyyətlə, cədvəlin xətlərinin formatı üçün lazım olan alətlər Borders menüsündə yerləşir. Bu oxa basdıqda qarşınızda cədvəlin seçilmiş xanasının sərhədlərini gizlədib və ya aşkara çıxarmaq üçün lazımi parametrləri görə bilərsiniz. Seçili olanlar xananın xətlərinin görünməsini təmin etmək üçündür. Yəni, diqqət etsəniz, bildiyimiz kimi xananın 4 tərəfi vardır. Aşağı tərəfi, yuxarı, sol və sağ xətləri. Bu parametrlər seçili olduğuna görə seçilmiş xananın hər 4 tərəfi görünür. Əgər buradan hər hansı birini götürəriksə, məsələn deyək, sağ tərəfi, right border parametrini buradan götürürəm və gördüyünüz kimi həmin xətt gözdən itdi. Nəzərinizə çatdırım ki, bu qaydayla siz xətti silmirsiniz, sadəcə olsun gizlədirsiniz. Amma cədvəldə olan hər hansı bir xətti silmək istəsəniz, Erase alətindən istifadə edə bilərsiniz. Düyməni basdıqdan sonra, gördüyünüz kimi, sıçanın göstəricisi pozan aləti formasını alır və sizə lazım olan xəttin üzərində bir dəfə basdıqda həmin xətti silə bilərsiniz. Və yaxud da deyək, bu xanaların hər birinin sağ tərəfindəki xətti silmək istəyirik, yəni nəzərdə tutulur bu xətt. Bu qayda ilə onu silmək olar. Amma cədvəlin xətlərinin daha ətraflı formatı üçün lazım olan alətlər Borders menüsündəki Borders and Shading əmrini verdikdə açılacaq dialoq pəncərədə yerləşir. Diqqətlə baxsanız, əvvəlki dərslərimizdən Borders and Shading dialoq pəncərəsi abzas menüsündən istifadəçilərə tanışdır. Əgər kursor cədvəl daxilində yerləşərsə, buradan seçdiyimiz və dəyişdiyimiz hər hansı bir parametr məhz cədvələ aid ediləcəkdir. Gəlin baxaq. Kursor cədvəl daxilində olduğundan standart olaraq hər zaman all parametri seçili olur. Bu isə onu göstərir ki, həm cədvəlin kənar xətləri, həm də daxili xətləri görünür. Əgər siz box seçimini edərsinizsə, bu cədvəlin sadəcə olsun 4 tərəfinin görünməsini təmin etmək üçün istifadə ediləcəkdir. Diqqətlə baxın, gördüyünüz kimi. Yəni, daxili xətlər gizlədiləcəkdir. Yox, əgər none seçimini edəriksə, cədvəlin bütün xətləri gizlədiləcəkdir. İndi isə gəlin, cədvəlin xətlərinin standart stilinin dəyişilməsi qaydasına baxaq. Standart olaraq all seçimini edək, yəni cədvəlin bütün xətlərinin görünməsini parametrini verək və xətlərin stilini dəyişmək istəyirsinizsə, stil parametrindən gördüyünüz kimi standart olaraq adi düz xətt müəyyən edilmişdir, amma buradan digər xətt stillərində seçə bilərsiniz. Gəlin seçək bu stili və əgər rəng tətbiq etmək istəyirsinizsə, Color menüsündən hər hansı bir rəngi seçirsiniz. Deyək olsun qırmızı xətt və əgər xətlərin qalınlığını müəyyən etmək istəyirsinizsə, burada da qalınlığı müəyyən etmək olar. Seçdikdən sonra OK düyməsini basaraq tətbiq edə bilərsiniz. Shading alt bölməsində isə cədvəlin daxilinə hər hansı bir rəngi tətbiq etmək olar. Gəlin baxaq. Standart olaraq No Color seçili olur, amma buradan menüdən digər rəngləri də tətbiq edə bilərik. Seçib OK düyməsinə basırıq. Bu qayda ilə cədvəlin daxilinə də rəng tətbiq etdik. Amma nəzərinizə çatdırım ki, cədvəlin daxilinə rəngi tək həmin menüdən deyil, həmçinin Home bölməsində olan Shading menüsünü açaraq buradan da tətbiq etmək olar. Sadəcə olsun fərq ondadır ki, buradan tətbiq etdiyimizdə rəng ancaq seçilmiş xanaya tətbiq olunacaqdır. Və yaxud da Design bölməsindən
Shading. Bu düyməyə basaraq da açılmış menyudan rəng tətbiq etmək olar. Cədvəlin xəttlərini həmçinin Draw Border qrupunda yerləşən alətlərdən də istifadə edərək dəyişmək olar. Məsələn, olsun bu xətt. Və diqqət etsəniz, sıçanın göstəricisi qələm formasını alır və xətti seçdikdən sonra sizə lazım olan xananın və ya bütövlükdə cədvəlin xəttlərinin üzəri ilə bu qayda ilə qələmi apararaq xətti yeni seçdiyiniz xətt forması ilə dəyişə bilərsiniz. Burada gördüyünüz parametrdən istifadə edərək həm də yeni xətt də çəkmək olar. Xəttin qalınlığını isə bu menyudan müəyyən edə bilərsiniz. Məsələn, deyək və buradan qalınlığı seçib lazım olan xəttin üzəri ilə bir dəfə apararaq onu dəyişirəm. İndi isə gəlin, cədvəl üzərində aparılacaq bəzi əməliyyatlar ilə də tanış olaq. Bunun üçün alətlər bağında layout bölməsinə daxil olun. Biz sizinlə buradakı alətlərin demək olar ki, hamısı ilə tanış olmuşuq. İndi isə Cell Size qrupunda olan bu alətlərlə və Alignment qrupunda olan bu alətlərlə də tanış olaq. Bu alətlərin köməyi ilə cədvəlin eni və hündürlüyünü onun sütun və sətirləri arasında bərabər yerə bölmək üçün istifadə etmək olar. Gəlin buna praktik şəkildə baxaq. Əgər biz cədvəlin hündürlüyünü bu qayda ilə dəyişəriksə və dəyişdikdən sonra isə onun hündürlüyünü sətirlər arasında bərabər bölmək istəyəriksə, onda kursoru cədvəlin daxilində yerləşdirdikdən sonra Cell Size qrupunda yerləşən bu düyməyə basa bilərik. Və gördüyünüz kimi cədvəlin hündürlüyü bütün sətirlər arasında bərabər hissəyə bölündü. Yox, əgər siz birinci sətri çıxmaq şərti ilə cədvəlin hündürlüyünü yerdə qalan sətirlər arasında bərabər hissəyə bölmək istəyirsinizsə, onda birinci sətirdən fərqli olaraq yerdə qalan sətirləri bu qayda ilə seçirsiniz. Seçdikdən sonra bu düyməyə basa bilərsiniz. Yox, əgər cədvəlin enini dəyişərsinizsə, məsələn, cədvəlin enini bu qaydada dəyişdikdən sonra cədvəlin enini daxilində olan sütunlar arasında bərabər hissəyə bölmək istəyərsinizsə, onda kursoru cədvəlin daxilində yerləşdirdikdən sonra bu düyməyə basa bilərsiniz. Və gördüyünüz kimi cədvəlin eni daxilində olan sütunlar arasında bərabər hissəyə bölündü. Yox, əgər siz cədvəl daxilində olan sütunlardan birini digərlərinə nisbətən daha kiçik və ya böyük ölçüdə olmasını istəyirsinizsə, ilk olaraq sizə lazım olan cədvəlin sütununun enini müəyyən edib, cədvəlin enini yerdə qalan sütunlar arasında bərabər hissəyə bölmək istəyirsinizsə, birinci sütunu çıxmaq şərti ilə yerdə qalan sütunları seçdikdən sonra bu düyməyə basa bilərsiniz. Və gördüyünüz kimi, seçilmiş 4 sütun cədvəlin enini bu nöqtədən bu nöqtəyə qədər olan məsafəni bərabər hissələrə böldü. İndi isə Alignment qrupunda yerləşən bu alətlərlə tanış olaq. Diqqətlə baxsanız, cədvəl daxilində əgər hər hansı bir yazını yazarıqsa, o standart olaraq cədvəlin xanasının yuxarısında sol tərəfə sıxılmış vəziyyətdə olacaqdır. Yox, əgər xana daxilində yazılmış yazının istiqamətini dəyişmək istəyirsinizsə, onda bu alətlərdən istifadə edə bilərsiniz. Diqqətlə baxın. Align top left, yəni xananın yuxarı sol tərəfində, yuxarı ortada, yuxarı sağ
və digərləri.